Bir adım da attım, ondan sonra zərbə endirim. Dediyim kimi, yəqin ki, o epizodda qərarım yanlış idi və son o sinə ilə saxladığım topda da hardasa sinəmlə qabağa aldığım zaman bədənim biraz arxaya düşdü deyə topa yaxşı zərbə endirə bilmədim. Amma ümumi götürəndə mən düşünürəm ki, ən önəmli məqam momentlərimizin olmalıdır. Çünki moment olmadığı təqdirdə problem onda oturub düşünməliyik ki, ümumiyyətcə moment yarada bilmirik oyunlarda. Sadəcə dediyim kimi, siz də doğru vurğulayırsınız. Yəni son zonada, 3-cü zonada daha da diqqətli, daha da belə it olmaq lazımdır. Mahir, epizodlardan söz düşmüşkən, yəni legioner karyeranda son olaraq Nürnbergdə, yəni bundan çətin vəziyyətlərdə qol vurmuşam. Yəni millidə sanki bir tilsim var. Yəni nədir bunun səbəbi? Bu əlverişli vəziyyətləri dəyərləndirə bilməmənin səbəbi nədir? Yoxsa əlverişli vəziyyətdə daha az düşür burada? Daha az düşür. Belə deyim də, mən bayaq orada da bildirdim intervyuda. Mən sizdən də çox xahiş edirəm, ümumiyyətcə klubla millini müqayisə eləməyək. Klubda biz başqa futbol oynayırıq, burada başqa futbol oynayırıq. Klubda dediyim kimi, orada da bildirdim, başqa futbolçularla oynayırıq, burada başqa futbolçularla oynayırıq. Və mən bu sözümü istəmirəm ki, siz indi başqa tərəfə fırladarsınız ki, mən demirəm, burada zəif futbolçu, orada güclü futbolçu. Xeyr, sadəcə klubda biz daha çox zaman bərabər oluruq və anlaşma daha yaxşı olur bizdə. Amma millidə o qədər zamanımız olmur bizim. Məsəl üçün, demək olar ki, məşqçi dəyişən zamanda yeni məşqçilər gəldiyi zaman yeni oyuncular da cəlb eləyirlər və məsəl üçün Xəyal olsun, Şahin olsun, Ceyhun olsun, yəni bəzi futbolçular var, hansı ki yenidirlər milli komandada, Rəhman olsun, yəni ona görə istər-istəməz bir-birimizi anlamaq, bir-birimizlə o kimyanı belə deyək də yaxalamaq üçün zaman tələb edirik. Epizodlara gəldikdə isə mən dediyim kimi hər kəsin fikrinə hörmətlə yanaşıram. Əlbəttə ki, mən özüm də məyusam, yəni yəni soyunub geyinmə otağında da hətta ağlımdan hələ də o son epizod keçir. Yəni o hardasa daha belə dəyərləndirə biləcəyim epizoddur, amma heç birinə də mən belə deyim də rahat moment idi deyə bilmərəm. Rahat moment odur ki, yəni boş qapıya səhət topu verirlər, boş qapıdan keçirdirsə o rahat qol. Məsəl üçün belə deyək də, ağlıma gələnlərdən Kopenhagenə qolu, o rahat qol idi, boş qapı idi çünki. Amma qapı müdafiədə olduğu zaman, qapıcı qapıda olduğu zaman heç birisinə rahat epizod demək doğru olmaz məncə. Macarlarla evdə oynayacaq, yəni düşünürsən ki, o qələbə orada olacaq. Macarlar belə deyək də daha çox keyfiyyətli komandadır. Hətta mən deyərdim Latviyadan qat-qat keyfiyyətli komandadır. Amma təbii ki, belə deyək də mən bir dəfə oynamışdıq Macarlarla, o da Yurçeviçin zamanında və xatırladığım pis döyüşməmişdi o komandaya qarşı. Və indi evdə oynayırıq. Ümid edirəm ki, azərkeşlər də tək qoymaz bizi və bizə yaxşı nəticə, qələbə çox vacibdir. Yoldaşlıq oyunu olmağa baxmayaraq. Mən bu kiməsə gülünc gələ bilər, kiməsə belə deyək, kimsə sözümü önəmsəməyə bilər. Milli komandaya gəldikdə beynimdəki olan düşüncə biz sonuna qədər savaşıb qələbə üçün oynamalıyıq. Və mən bu mentalitetlə gəlirəm. Mahir, ən vacib sual, karyeranla bağlı məsələ nə yerdədir? Yəni bu dəqiqə Avropada bizi təmsil edən ən öndə olan futbolçulardır, bir nəfəs olsa da, amma Mahirlə bağlı xəbərlər sənin kimi çəkir. Həm 2-ci Bundesliqanın əsasında. Belə deyim də, həm danışıqları mən yekunlaşmağını gözləyirəm. Sadəcə agentlərdən də xahişim olub ki, mən istəyirəm ki, tam olaraq milli komandaya köklənim. Bu oyunlarda bu oyunları oynayım. Ondan sonra isə oturub baxaq görək nə təkliflərimiz var və daha sonra dəyərləndirək. İlkin düşüncə əlbəttə ki, Avropada qalmaq istəyirəm. Yaxşı klub, mənim üçün doğru klub adısı hansıdırsa orada oynamaq istəyirəm. Ölkə dəyişmək variantım da var, amma belə deyək də, yaxşı bir klub, yaxşı bir təklif